Başlayaq. Deməli, fizik, kimyavi hadisələr, kimyavi təmizlər. Birinci başlayaq, fizik və kimyavi hadisələrin tərifini izah edək. Nəyə deyilir bunlar, necə təriflənir. Daha sonra kimyavi hadisələrə görə tərtib olunan kimyavi təmizlər və təmizlərin tərtibi təmizlərə görə izah olunur. Əsasən kimyada hadisələr ikiyə bölünür. Deməli, hadisə kimyada ikiyə bölünür. Fiziki, bir də kimya hadisələr. Fiziki hadisə nəyə verir zaten? Fiziki hadisə maddənin xarici əlamətlərin dəyişməsi. Forma, ölçü, həcm. Maddənin forması, ölçüsü, və həcmin dəyişməsi ilə baş verən hadisələr fiziki hadisələrdir. Hansılardır? Maddənin həcminin dəyişməsi, aqreqat halların dəyişməsi. Məsələn, maddə bərk haldan maye halına keçir. Nə adlanırdı? Ərimə. Mayədən qaza qaynama, qazdan təzədən maye qayıtma, kondensasiya və mayədən bərkə nə adlanırdı? Donma. Bərkdən birbaşa qaza da su bizmə. Maddənin formasının dəyişməsi, əşyanın və ya cismin maddənin kəsilməsi, həcminin dəyişməsi və yaxud da ölçüsünün dəyişməsi, bunlar fiziki hadisələrdir. Qarışıqların hazırlanması, qarışıqların alınması, bir də ayrılması. Bütün qarışıqların hamısının alınma üsulları və ayrılma üsulları fizikidir. Yəni, distillə, buxarlandırma, kristallaşdırma, süzmə, durultma və maqnitə təsirli və s. Yəni, bunları harada görsən, maddənin əsasən, maddənin belə deyir, xarici əlamətləri, fiziki forması, ölçüsü, həcmi dəyişərsə, fiziki hadisədir. Kağızın cırılması, şüşənin qırılması, dəmirin əyilməsi, dəmirin əriməsi, maddənin, belə deyək də, ölçüsünün dəyişməsi, dəmirin xırdalanması, toz halına salınması, magnezium metalının, məsələn, toz halına salınması və s. Kükürdün əzilməsi, kömürün dağılması, xırdalanması, formasının dəyişməsi, ölçüsünün dəyişməsi, əriməsi, qaynaması, dolması, bunlar hamısı nədir? Fiziki hadisələr. Tərkib dəyişir ki, ancaq həcm, forma, ölçü dəyişir. Maddənin daxili duruşu dəyişilirsə, bir maddə başqa maddəyə çevrilirsə, bu nə olur? Kimyavi hadisə. Deməli, nə olur kimyavi hadisədə? Kimyavi hadisə, fiziki hadisə. Kimyavi hadisə, daxili duruşun dəyişməsi, həcm, daha doğrusu bir maddənin başqa maddəyə çevrilməsi, başqa maddəyə çevrilməsi, bir də bir maddənin başqa maddəyə reaks girməsi, bir maddənin başqa maddəyə reaks daxil olması, təsirə daxil olması. Bunlar bəli, kimyavi hadisələr. Məsələn, deyək ki, dəmir, ferro, havadakı su buxarı və oksigenlə təsirə məruz qalır və dəmir alınır dəmir hası, ferro OH3, dəmir 3 hidroksid məsələn. Bir maddə başqa maddəyə çevrildi və bir maddə başqa maddələ reaks girdi, yeni bir maddə alındı. Bir maddədə başqa maddənin alınması, məsələn, deyək ki, oduncaqdan qismən yandırmaqla nə alındı? Odun? Yandırmaqla kömür. Bəli, kömürün alınması. Oduncaqdan kömürün alınması nə adlanır? Hansı hadisə? Kimyavi hadisə. Bir maddə başqa maddə deyil.
Məsələn, süddən qaxının alınması. Bəli, kimya hadisə. Hamısı kimya hadisələr arasınız. Yanma, qıcqırma, paslanma, oksidləşmə, reduksiya, hidroliz, elektroliz, fotoliz, Bunlar hamısı Bəli, axırı lizlə qutaranların hansı kimya hadisədir? Fotoliz, hidroliz, elektroliz, hidrogenləşmə, dehidrogenləşmə, yəni hidrogen qopması, dehidrogenləşmə. Hidratlaşma, və əksi, dehidratlaşma. Dehidratlaşma. Bunları harada görsən, bunların hamısı kimyəvi hadisədir. Onu da özü saxla. Zəhmət. Gör, baxır, düşür. Deməli, bir maddənin başqa bir maddəyə çevrilməsi və bu proseslərin hamısı kimyəvi hadisədir. Yəni, oksidləşmə, oksigenlə reaksiya və hər hansı elementin elektron vermə yükün artması, reduksiya, elektron almaq yükün azalması. Bunların hamısı nədir? Kimya hadisə. Qıcqırma, misal üçün südün qatığa çevrilməsi və yaxud da yanma, hər hansı əşya, hər hansı maddənin yanması, kömürün yanması, oduncağın yanması, hər hansı bir maddənin yanaraq başqa oksigenlə təmasda yanaraq başqa maddəyə çevrilməsi, paslama və s. Bunların hamısı nədir? Kimyəvi hadisə. Və kimyəvi hadisə zamanı maddənin tərkibi dəyişir, daxili quruluşu dəyişir, əsas da xassəsi dəyişir.